Hazırda olduğu bu stansiya 1972-ci ildə açılmış 3 stansiyadan biridir. Əvvəllər bura Avrora olaraq tanınsa da, sonralar dahi bəstəkar Qara Qarayevin adı verilir. Qara Qarayev stansiyasındayıqsa, deməli musiqi burada əsas mövzudur. 2017-ci ildə stansiya təmir olunan zaman keçidlərdə və kassa zalının divarlarında ağ-qara fortopiano dillərini, digər tərəfdə isə döşəmədə musiqi açarını əks etdirən təsvirlər öz yerini tapıb. Burada olarkən dünyaca məşhur rəssam Tahir Salahovun Qara Qarayevin portretini çəkərkən dediyi bu sözləri xatırlayıram. Mən bu əsəri çəkərkən tez-tez opera və balet teatrına gedirdim. Qara Qarayevin baletlərini izləyir, musiqilərini dinləyirdim. Bax, elə bundan sonra Qaranın musiqi dünyasını tamamilə mənimsəmiş oldum və portreti tamamlaya bildim. Qatar stansiyaya çatarkən Nizami yaradıcılığının zirvəsi sayılan Yeddigözəl poemasına həsr olunan eyni adlı baletdən fraqment səslənir. 1918-ci il fevralın 5-də Bakı şəhərində doğulan Qara Qarayev 7 gözəl baletini 1949-1952-ci illərdə bəstələyib. 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan bu musiqi əsəri düz 72 ildir ki, təkcə ölkəmizin deyil, dünyanın ən məşhur teatrlarının belə repertuarından düşmüş. Əziz Bakılılar və şəhərimizin qonaqları, bu həftə də yerin altındaydı. Sizə Qara Qarayev stansiyasından xəbər verdik. Növbəti buraxılışımızdan əvvəl 20 martda bayram buraxılışımızda görüşəcəyik. Sizlərə retro qatarları təqdim edəcəyik. Hələlik.